Salam gözəl qızlarım. Necəsiz? Sabahınız xeyirli, gününüz bol ruzili və uğurlu başlasın. İnşallah. Amin yazmağı, takip etməyi, bəyənməyi, kaydetməyi unutmayın. Səhər duran kimi duşa girdim, sonra çikolata plastinamızı dəyişdim və paltarları qatlayıb keçdim ortalığı yığışdırıb səhər yeməyi hazırlamağa. Öz həyətimin yumurtaları ilə, toyuqlarının yumurtaları ilə qəşəng bir səhər zavtraka hazırladım. Pomidor çığırtma elədim, yedik, yuduq, yığışdırdıq. Nəysə, bunu qoyaq bir kənara. Dünənki mövzu haqqında danışmaq istəyirəm. Onurğamda yaranan xəstəlik barədə. Skalyoz haqqında bəzi maarifləndirici, yəni bilməyən analara buradan xəbərdarlıq etmək istəyərəm. Mən heç istəmərəm ki, düşmənimin belə evladının başına elə bir şey gəlsin. Çünki o gələcəkdə ona çox problemlər yaradacaq. Düzdür, məndə dayanıbdır, amma ki bu gələcəkdə baş verəcəyi təzədən əyilmə olacaq anlamına, olmayacaq anlamına gəlmir. O qədər həkimlərdə olmuşam ki, artıq bu mövzuda belə deyək professionallaşmışam və bilirəm ki, nələr lazımdır, nələri etməmək lazımdır ki, skalyoz yaranmasın. Skalyoz onurğanın esvari əyilməsi deməkdir və qətiyyən uşaqlarınıza, məktəbə, qız uşaqlarına, oğlan uşaqlarına icazə verməyin ki, çiyin sumkasını, yəni iki tərəfli çiyinə taxılan sumkanı bir çiynində daşısın. Zaman-zaman onurğa əyiləcək. Sonra sağdan sola, nəm soldan sağa keçirtməli sumkalar qız uşaqlarına, məktəbə qətiyyən icazə verməyin. Universitetə belə icazə verməyin götürməyə. Yəni inanın ki, qızlar, bu mənim sizə bir xeyirli sözümdür. Əgər universitetdə oxuyan qızlar məni izləyirsə, o sumkaları o formada götürən zaman da içinə 2 dənə şey qoyun. Ağır kitablar qoymayın, ağır şeylər daşımayın. Yəni onurğa 22 yaşa qədər hələ bərkimir. Onurğa 22 yaşa qədər hələ kövrək, sümük olur. Yəni əyilməsi an məsələsi olur. Və məktəbdə əyri oturub yazmaq mənim elə əyilməmin səbəbi oldu. Çünki mən daim əyri yazırdım. Əyri otururdum, sağa meylli otururdum və o formada yazırdım. Ona görə də yəni əyilir bil. Xahiş edirəm, yəni həqiqətən də bu şeylərə diqqət eləyin. Və ən başda diqqət edəcəyiniz bir şey var ki, uşaqlarınızı qurbağa kimi dizlərindən ayaqlarını sağa sola əyib oturmasını qətiyyən icazə verməyin. Yəni, nə qəşəng oturur, ona bax, qurbağa kimi oturur sözləri cahillikdir və o uşağın həm çanağında problem yaradır, həm ayağında problem yaradır, həm skalyoz yaradır. Yəni, mənim də qızım o formada otururdu və bunu bizə Bakıda bir həkim dedi. Bir saniyə belə dedi, icazə verməyin ki, uşaqlarınız o formada otursun. Yəni, bütün uşaqlar o formada oturur, bilirəm, əminəm, körpə uşaqlar özü ən çox. Və bu da skalyozun yaranma səbəbi sayılır. Nəysə, biraz da işimizdən danışım. Kimlər evdən çıxmadan pul qazanmaq istəyirsə, gəlir əldə etmək istəyirsə, mütləq mənim əlaqə nömrəmə yazın qızlar.